Hamını salamlayıram, axşamınız xeyir olsun. 4 yanvar 2026-cı ildə sizə Alanya mərkəzdən gözəl bir video təqdim edəcəm və bugün sizə Alanyanın ən gözəl, işıqlı, hərəkətli caddələrindən, küçələrindən birini təqdim edəcəm. Hansı ki burada solda, sağda çoxlu restoranlar, kafeler var. Ortada və orta şəriddə belə gözəl palma ağaçları, çox səliqəli küçədir, iki tərəfli yoldur. Burada bir neçə kafe, restoranı mən sizə təqdim eləmişəm. Baxın, orada məsələn kafe lokal var, oradan videomuz var. Qarşıda vergi idarəsidir. Vergilər idarəsi yerləşir. Bu tərəfdə benzinlik, Total Enerji benzin doldurma məntəqəsi və belə üzü bu tərəfə, bu gözəl işıqlı küçə ilə hərəkət edək və sizə buranı göstərim. Bugün hava çox yaxşıdır. Yanvarın 4'ü, qışın 2-ci ayı, bütün hər yerdə havalar soyuq. Bizdə isə saat hal-hazırda 8'in yarısıdır tam-tamına və hava tam olaraq 15 dərəcə istilik. Bu aralar bütün Türkiyə ərazisində Sibir soyuqları adlanan bir siklon hökm sürürdü və o da ölkəni tərk elədikdən sonra havanın temperaturu yüksəldi. Bir neçə gün əvvəl axşamlar hava artıq 4-5 dərəcə idi. İndi 15 dərəcə. Bu isə Look kafe. Buradan da gözəl videomuz var. Çox maraqlı yerdir. Look Arzu Nasibov yazıb. O videonu izləyə bilərsiniz. İçərisi də oradan da əsl fotozondur. Hər yerində gözəl şəkillər çəkmək olur bu restoranın. Axşam da bir başqa cürədir. Düzdür, mən gündüz vaxtı çəkmişdim. Axşam isə daha da gözəldir. Və belə davam edirik. Burada da kavurmacı Göksay və The Just Burger yerləşir. İki dənə gözəl məkan yan-yana. Burada da çoxlu gözəl yaşayış kompleksləri var. Məsələn, qarşıda çox böyük bir yaşayış kompleksi var. Orada satılıq mənzillər var bizdə. 4 korpusdan ibarətdir. Bu yaxınlarda müştərimizi ora gətirmişdim. Gözəl mənzillər göstərirdik. Daha bir kafe, adı Casto. Burası isə Casto adlanır və futbola baxırlar burada. Bugün bazar günüdür. Ona görə sakitçilik. O tərəfdə isə gəlinliklər satılır. Bəlkə kiməsə lazım olsa subaylara. Bilin ki, Alanya'da belə yerlər var. Maşının üstündə 2 dənə pişik oturub. Çox sakit, elə bir belə də olmalıdır və ətrafı seyr edirlər. Alanya çiçəkçisi və Alanya Home VIP, yenə də çiçək və suvenir mağazası. Buranı biraz belə yaxından görsədim. Çox böyük, maraqlı mağazaya bənzəyir. Baxın, evə lazım olan bütün suvenirlər var burada. Belə hörmətli dostlar, bu küçə də oradan da mənim çox xoşuma gəlir. Özəlliklə də axşamlar. Ona görə istədim ki, siz də buranı görəsiniz. Daha bir maraqlı yer var orada. Biz də orada olmamışam, yolu keçin baxaq. Mezza adlanır, restoran, kafe. Mezza. Menüsü də qoyulub öndə. Baxın necə gözəl, maraqlı bir yerdir. Böyük yerdir. Restoran, kafe, mezza. Buradan da menyularına baxaq. Hər cür menyuda yeməklər var. Səpmə kahvaltıya qədər. Bəli, Mezza restoranın sahibləri ilə tanış olduq. Və keçirik yenidən yolu bu tərəfə. Çünki burada daha bir maraqlı yer görürəm. Bergamot adlanır. Bergamot. Burada qəşəng bəzənilib.
Səliqəli adam da çoxdur. Hamı istirahat edir, dostları, tanışları, ailələri ilə bərabər. Və növbəti yer Pera, Patisser, Talko. Çay, kofe, qəhvə içmək istəsəniz, buyurun, burada qəşəng yerdir. İçərisi maraqlıdır. Biz isə davam edək, baxaq başqa nə var bu küçədə. Hündür mərtəbəli binalar, 4-5 mərtəbəli binalar, mağazalar, butiklər. Belə bir xanım geyimləri mağazası, butik. John Cars. Bərbər. Bəli əziz dostlar, ortada gözəl palma ağacları var. Gündüz də bura gözəldir, axşam da gözəl. Bura isə set çikolata evim. Mahmudlarda da var, Alanya'nın bir çox yerində çikolata evim var. Biri də buradadır. Qarşıdakı o böyük bina Ramira Joy Otel. Baxın kimə otel lazım olsa. Kleopatra plajı qarşıdadır. Hardasa buradan 400-500 metr məsafədə birbaşa Kleopatra plajına çıxırsınız. Burası QNB Bankın mərkəz şöbəsidir. Bir sağa keçirəm, bir sola. Harda məkanlar var daha yaxından göstərmək üçün. Çoxlu əmlak ofisləri də var. Restoranlar, kafelər, hər şey var. Və qarşıda London Cafe Garden'ı görürəm. Orada gözəldir. Buyurun siz də Alanya'ya gəlin, istirahət edin. Yay tətilinizi Alanya'da səmərəli keçirdin. Peşman olmayacağınızı dəqiq deyə bilərəm. Əgər gözəl mənzil seçsəniz, gözəl otel seçsəniz, hər şeyi düzgün etsəniz, burada istirahət çox gözəldir. London Cafe Garden. Daha bir gözəl yer. Baxın necə gözəl reklamları var, kaktus ağaçları. İçi də çox gözəldir, böyükdür. Bura haqqında ayrıca video çəkmək olar. Mən də burada olmamışam. Burada isə menüsü göz önündə çox səviyyəli bir yerə oxşuyur. İnşallah bura gələrik. Qarşıda da Daphne restoran, kafe, Carmen gül mağazası. O belə əziz dostlar. Məncə elə videonu burada bitirim. Qarşıda da artıq dairə gəlir. Oradan sola, sağa 4 tərəfə yol var. Tapu müdürlüyü sağ tərəfdə və s. Belə hörmətli dostlar, 4 yanvar 2026-cı il axşam Alanya'nın gözəl küçələrindən birini sizə təqdim elədim. Burada çıxıb gəzə bilərsiniz, istirahət edə bilərsiniz, gözəl məkanlarda oturub dincələ bilərsiniz. Mən isə yavaş-yavaş sağollaşıram. Gələn videolarda görüşənədək sağ olun, var olun.